Tbilisidə yerləşən Sioni Patriarxal Kafedralında vətəndaşlar hələ də fasiləsiz şəkildə gedərək mərhum patriarxın məzarı önündə ona sevgi və minnətdarlıqlarını bildirirlər. Din xadimləri hər gün 2-ci İlyanın ruhuna dualar oxuyur və anım mərasimləri keçirirlər. Bu mərasimlər patriarxın vəfatından sonra 40 gün davam edəcək. Hazırda məzara yaxınlaşmaq məhduddur, çünki abadlıq işləri hələ tam başa çatmayıb. Kafedral isə hər gün saat 8:00-dan 22:00-dək ziyarətçilər üçün açıqdır. Tbilisi şəhərində 51-ci bank konfransı keçirilir. Tədbirdə çıxış edənlər arasında Gürcüstanın baş naziri İrakli Qobaxidze və Milli Bankın prezidenti Natiya Turnava da var. Konfrans çərçivəsində maliyyə sektorunun aktual problemləri, mövcud tendensiyalar və gələcək inkişaf perspektivləri müzakirə olunur. Tədbirdə 30-a yaxın ölkədən 250-dən çox nümayəndə və 100-ə yaxın müxtəlif qurum iştirak edir. Həmçinin müxtəlif təqdimatlar və panel müzakirələri təşkil olunur. NATO'nun baş katibinin illik hesabatında Gürcüstan da qeyd olunub. Hesabatda bildirilir ki, Gürcüstan alyansın müdafiə və təhlükəsizlik imkanlarının gücləndirilməsi təşəbbüsü çərçivəsində dəstək almağa davam edir. Sənəddə həmçinin 2024-cü il parlament seçkiləri və sonraki proseslər fonunda müttəfiqlərin Gürcüstanla münasibətləri müzakirə etdiyi vurğulanır. Qeyd olunur ki, NATO məsləhətçiləri 2025-ci il ərzində də Gürcü tərəfi ilə əməkdaşlıq davam etdirərək müdafiə qabiliyyətinin artırılması və alyansla uyğunluğun gücləndirilməsi istiqamətində çalışıblar. NATO'nun baş katibi Mark Rutte bildirib ki, Gürcüstanla münasibətlərin davam etdirilməsi vacibdir və dialoqun saxlanılması əlaqələrin tam kəsilməsindən daha məqsədə uyğundur. O, həmçinin Gürcüstanı daha çox Avropa yönümlü siyasətə qayıtmağa, demokratiya və qanun aliliyi istiqamətində əvvəlki kursu davam etdirməyə çağırıb və bu sahədə hazırda ciddi narahatlıqların olduğunu qeyd edib. ABŞ Dövlət Departamentinin Avropa və Avrasiya Bürosunun nümayəndəsi Peter Andreoli Gürcüstana səfər çərçivəsində Xarici İşlər naziri Maka Boçorişvili ilə görüşüb. Görüşdə regionda baş verən proseslər və Gürcüstanla ABŞ arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Gürcü tərəfi ABŞ ilə münasibətlərin yenilənməsi və strateji tərəfdaşlığın gücləndirilməsi istəyini bir daha ifadə edib. Yaxın Şərqdə müharibənin 28-ci gündür. Gecə ərzində İran, İsrail və Livan ərazilərində partlayış səsləri eşidilib. İsrail ordusunun məlumatına görə Tehranda geniş miqyaslı zərbələr endirilib və hədəf hökumət infrastrukturu olub. İran tərəfi isə hava hücumundan müdafiə sistemlərinin işə düşdüyünü bildirib. Livanda vəziyyət gərgin olaraq qalır. Çoxlu sayda ölən və yaralanan var. Gürcüstanın milli futbol komandası ilin ilk oyununda Mikhail Meski stadionunda İsrail yığması ilə qarşılaşıb və oyun 2-2 hesabı ilə başa çatıb. Komandanın kapitanı Xviçak Kvaratskhelia 2 gol vuraraq hesabı 2-0-a çatdırsa da, sonradan buraxılan səhvlər nəticəsində üstünlük qorunmayıb. Gürcüstan yığması növbəti yoldaşlıq oyununu 29 martda Litvaya qarşı keçirəcək.